Kimlərdə şəkərli diabet ola bilər? İlk növbədə nəzərinizə çatdırmaq istəyirəm ki, şəkərli diabet mədalı vəznin funksional pozğunluğudur və yaxud da çatışmazlıq kimi də qeyd etmək olar. Mədalı vəznin funksional pozğunluğu birinci növbədə etiologiyasındakı əsas faktor genetik faktordur. Yəni, irsi əlamətlər burada ön plandadır. Ata və yaxud da anada, nənə və yaxud da babada hansındasa şəkərli diabet varsa, təbii ki, nəsildə, yeni nəsildə bunlardan hansısa uşaqlardan birində rast gəlinə bilər. Amma bu o demək deyil ki, onun rast gəlinməsi mütləqdir. Təbii ki, burada digər faktorların da böyük əhəmiyyəti vardır. Bu faktorlar hansıdır? 1. Az hərəkətlilik. 2. Qidalanma rejiminin pozulması, xüsusən qidalarınızda karbohidratlı yeməklərin istifadə olunması, çətin həzm olunan yağların istifadə olunması şəkərli diabetə gətirib çıxara bilər. Üçüncü faktor olaraq sadalamaq istəyirəm ki, digər endokrinoloji xəstəliklər də şəkərli diabetin etiologiyasında mühüm rol tuturlar.